İllər əvvəl başıma gələn bu hadisə çox böyük bir dərs verib. Gəlin sizə danışım. 10 il öncə formada proqramlarımı yeni verməyə başladığım bir dövrdə mərkəzdən zəng gəldi, tanıdığım bir insan idi və mənə dedi ki, mən bilirəm ki, sən offline çalışmırsan, dərs vermirsən, ancaq bugün bizim mərkəzimizdə bir müştəri olacaq, hansı ki, bu müştəri çox böyük bir iş adamı olan bir xanımdır. Trenerimiz var, amma həmin trenerimiz bugün bu dərsdə ola bilməyəcək. Çox xahiş edirik ki, bu dərsi bu xanıma sən keç. Həmin vaxtlar mənim öz idmanımda, öz elədiyim idmanda aşırı dərəcədə aqressiv, ağır bir idman idi. Yəni mənim yadıma düşür ki, mən necə dayanmadan, yəni crossfit tərzində hoppanıb düşməklər, çox böyük ağırlıqlarla işləməklər. Və həmin vaxtlar mənim qamətim də yaxşı deyildi. Mənim nə bilim, yəni çox dərindən getsəm, bu haqqda danışmaq istəmirəm. Sadəcə mən nə demək istəyirəm, onu danışım. Bu iş xanımı çox ağır bir iş rejimi var və mərkəzimizə idman eləməyə gəlir. Ancaq bunun idmanı, belə deyək, bu tip idman onun dincəlməsi üçündür, onun bədəninin rahatlaması üçündür. Belə qaldım ki, necə yəni idman bəhanə deyil, o düşüncələrim odur ki, idman bəhanə deyil, idman yəni ağır edilməlidir, idmanı gərək full effortla, yəni canın çıxana qədər eləməlisən, belə deyim. Və xanım gəldi. Mən də öz ənənəvi isinmə hərəkətlərimi verməyə başladım. Belə çox dinamik, çox hərəkətli. Və dedi ki, mən çox yorğunam, çox xahiş edirəm, idmanımız daha rahat olsun, bədənim rahatlasın. Mən deyirəm ki, Allah, mən özüm üçün fikirləşirəm ki, rahatlamaq istəyirsə, xanım masaja gedərdi də. Yəni idman hara, rahatlaşmaq hara, idmanda dincəlmirik, biz idmanda full özümüzü öldürürük. Hətta proqramlarımda da idmanlar o dərəcədə, o səviyyədə ağır idi. Tempi azaltdım, xanımla məşqi keçdik, daha sonra sağollaşdıq və bir daha o xanımı mən görmədim. Sadəcə həmin günü fikirləşirdim ki, biz nə elədik ki, bu idman deyildi ki, yəni qadın bədəni aşırı dərəcədə, yəni zorlanan, aşırı dərəcədə ağırlığa məruz qalmağa layiq deyil. Mən bu sözü deyəndə onu nəzərdə tutmuram ki, bir xanım idmanı yola verməlidir, başdan sovda eləməlidir. Xeyr, bunun əsla bu demək deyil. Hərəkətləri keyfiyyətli olmalıdır, bəli yorar da, ancaq dozunda, qədərində, yəni bunun ifrata varılması lazım deyil. Menopoz dövründən sonra sümük əriməsi riski ilə kişilərdən daha çox bu risklə üzləşdiyinə görə qadın daima əzələlərini güclü saxlamalıdır. Çünki biz gün ərzində bir qadın olaraq bir çox rolları yerinə yetiririk. İdman da bizim həyatımızda elə bir yerdə olmalıdır ki, sağlam qida da elə bir yerdə olmalıdır ki, biz bunu daima sevərək, həzz alaraq yaşayaq. Hər bir formada həzz alaraq formaya düşmək istəyirsinizsə də mənim proqramıma qatıla bilərsiniz. Bunu öz gözlərinizlə görə bilərsiniz.